Salam, bu gün sizinlə 20 variant sınaq imtahanı kitabından sınaq üçün izahını bölüşəcəm. Birinci sualdan başlayaq. Sink oksid və silisium dioksid üçün ümumi olan nədir deyilir. Hər ikisi natrium OH-la reaksiyaya daxil olur, doğrudur. Hər ikisi su ilə reaksiyaya daxil olmur. Heç bir ümumiyyətlə daxil olmur da, bunlar heç biri daxil olmur. Çünki sink oksid amfoter oksiddir. Silisium dioksid də turşu oksidi olsa da su ilə reaksiyası mümkün deyil. Silisium dioksid turşu oksidlərindən istisna idi ki, su ilə reaksiyaya daxil olmurdu. Yəni, 2 də bunların hər ikisi üçün uyğundur. Xlorid turşusu ilə reaksiyaya daxil olur. Xlorid turşusu ilə sink oksid reaksiyaya daxil olsa da, silisium dioksid reaksiyaya daxil olmur. Silisium dioksid yalnız fluorid turşusu ilə, H-fluorla reaksiyaya daxil olur. Burada doğru cavab olacaq. Deməli, 1 və ikinci variantlar. 1 və ikinci variantlar. Daha sonra ikinci suala baxırıq. Tərkibində 2 mol X və 1 mol sulfat turşusu olan məhlullar qarışdırıldıqda normal duz alınırsa, deməli X hansı maddə ola bilər? Əgər tərkibində 2 mol X və 1 mol sulfat turşusu varsa, onda gəlin belə yazaq. 2 mol X var və 1 mol da sulfat turşusu var, H2SO4 var. Məhlullar qarışdırıldıqda normal duz alınır. Normal duz dediyimiz X2SO4 alınmalıdır. Sulfat turşusu 2 əsaslı turşudur. Onda əgər reaksiya 2-nin 1-ə gedib normal duz alınırsa, bizim X-imiz də bir turşulu əsasla bağlı bir maddə olmalıdır. Yəni bir turşulu əsas olmalıdır. Bizə əsaslar verilib onsuz da bir turşulu əsaslar olmalıdır. İndi baxaq bunlardan hansı bir turşulu deməli əsaslardır. Natrium hidroksid bir turşulu əsasdır, doğrudur. Barium hidroksid 2 turşuludur. Kalium hidroksid bir turşuludur. Kalsium hidroksid 2 turşuludur. Doğru cavab olacaq burada B variantı. Üçüncü sualda 400 qram 20 faizli deməli 400 qram 20 faizli X duzu məhlulu üzərinə M qram X duzu əlavə olunduqda 40 faizli məhlul alınmışdır deyilir. Burada M-i tapmaq bizdən tələb olunur. 400 qram 25 faizli X duzu üzərinə M qram X duzu əlavə olunur, 40 faizli məhlul alınır. Duz turuna yazaq. M1 omega 1 plus M2 omega 2 bərabərdir. M1 plus M2 omega son. Burada M1 omega 1 400 M1 400 qramdır. Omega 1 25'dir. Plus M2 elə M qramdır. M2 elə M olaraq götürülür. Baxın, buradakı M qram elə M2'dir. X duzu dediyinə görə duz olanda omeganı 100% götürürük. Su olanda 0%. Bərabərdir. M1 dediyimiz kimi 400'dür. Üzərinə M qram X duzu gəlib. Omega son sonda 40% olmuş olacaq. Bunu hesablasaq, deməli 10.000 plus 100M bərabərdir. Deməli 40%dir bu. 40%dirsə əgər 40-ı deməli 400-ə vuranda 16.000 eləməlidir. 16.000 plus 40M. Deməli buradan 60M bərabərdir 6.000. M də bərabərdir deməli 100 olacaq. M-i istəyirdi bizdən. M-in qiyməti də 100-ə bərabər olmuş olacaq. Bunu başqa üsullarla da yazmaq olar, amma duz turuna yazdığımız zaman və yerinə qoyanda rahat cavabı tapmaq mümkündür. Dördüncü sualda natrium OH-ın suda məhlulları verilib. 1, 2 və 3 nömrəli məhlullar və bu məhlulların hər birində suyun kütləsi eynidir. Bizdən məhlulun kütlələrini müqayisə eləmək tələb olunur.
Daha doğrusu məhlulun kütlələri də verib bizə. Məhlulun qatlıqları arasındakı münasibət tələb olunur. Deməli, əgər suyun kütləsi eynidirsə, baxın bir məhlul nədən ibarətdir? Məhlul bir ibarətdir həll olan maddədən, bir də ibarətdir həll edicidən. Həll olan maddə, yəni su, daha doğrusu həll edici, yəni su, bütün məhlullarda eynidir. Onda məhlulun kütləsi bilavasitə bizdə həll olandan asılı olacaq. Əgər Z, X, Y şəklində məhlulun kütləsi azalırsa, onda uyğun olaraq həll olan maddənin kütləsi də azalmış olacaq. Yəni, ən çox həll olan maddə üçüncü qabdadır, ondan az olan ikinci qabdır, yox, iki yox, daha doğrusu birinci qabdır, çünki Z, X, Y-dir. Ən az həll olan maddə olan isə, deməli, ikinci qab olmuş olacaq. Burada qatılıqları istəyir. Elə qatılıqlar da həll olunan maddənin kütləsinə uyğun olaraq bu şəkildə azalmış olacaq. 3, 2, 3, 1, 2 şəklində daha doğrusu Y variantı. Deməli, bizə dəmir 2 nitrat, dəmir daha doğrusu 3 nitrat verilib. 0,5 molunun dissosiasiyası 60% dissosiasiyasından alınan anionların mol sayını tələb edir. Yazaq barium NO3 3 dissosiasiya edəcək barium 3 müsbətə plus 3 molda NO3 mənfi ionla. Deməli, əgər 0,5 molundan tələb olunur, 1 mol dissosiasiya elədiyi zaman anion tələb elədiyinə görə turşu qalığına, yəni NO3 mənfiyə baxıram. 1 molundan əgər 3 mol anion əmələ gəlirsə, onda 0,5 molundan neçə mol anion əmələ gələr? Təbii ki, 1,5 mol anion əmələ gəlir. Bu 1,5 mol anion 100%lik dissosiasiya zamanı əmələ gəlir. Bəs dissosiasiya dərəcəsi 60% olsa, nə qədər anion əmələ gəlir? X. Buradan da X bərabərdir 0,9-a. Doğru cavab B variantı. 6-cı sual eyni mol sayda götürülmüş əsaslardan hansının 1 molunun tam neytrallaşmasına daha çox miqdarda nitrat turşusu sərf olunur? Əgər hər birindən 1 mol götürsək, bu zaman kalsium hidroksid, ümumiyyətlə nitrat turşusu, bunu qeyd edeyim ilk öncə, nitrat turşusu bir əsaslı turşudur. Tam neytrallaşma deyirsə, normal düz əmələ gəlməlidir burada. Kalsium hidroksidin, deməli, kalsium hidroksidlə deməli 2 mol nitrat turşusu reaksiyaya daxil olar. Kaliumla 1 mol, alüminiumla 3 mol, sinklə 2 mol və natrium hidroksidlə 1 mol nitrat turşusu reaksiyaya daxil olmalıdır ki, tam neytrallaşma baş versin və normal düz əmələ gəlsin. Bizdə də daha çox miqdarda nitrat turşusu dediyinə görə doğru cavab C variantı olmuş olacaq. 7-ci sualda hidrolizin tipini müəyyən etmək tələb olunur kationa görə və aniona görə. Deməli, kalium nitrat hidroliz deməli, etməyəcək. Bizdə natrium nitrat da həmçinin hidroliz etməyəcək. Deməli, burada başqa nə qaldı? Kationa görə hidroliz deyirsək, deməli, kationu zəif olanı götürməliyik. Onda burada deməli, bizdə hansılar qalacaq? Mis nitratla dəmir sulfat doğrudur, amma natrium sulfatda aniona görə deməli hidroliz gedir. İndi aniona görə hidroliz deyəndə artıq bir də natrium xlor ümumiyyətlə hidroliz eləməyəcək. Çünki qüvvətli əsas qüvvəti turşudan əmələ gəlib, hidroliz eləmir. Aniona görə deyirsə, turşu qalığı olan isə yəni anionu zəif olmalıdır. Kationa görə deyirsə, kation zəif olmalıdır. Bizdə Y-də aniona görə edirsə, Y-də karbonat turşu qalığı zəif olan, karbonat turşusu zəifdir. Zəif olduğuna görə burada doğru cavab olacaq A variantı. Suda məhlulundan elektrik cəryanı keçirdikdə katodda suyun reduksiyası, anodda isə suyun oksidləşməsi baş verən duzlar qüvvətli əsas qüvvətli turşudan əmələ gəlir ki, bunlar da natrium nitratla deməli kalium sulfat olacaq. Bir də oksigenli olmalıdır mütləq şəkildə. Çünki buradan natrium xlor oksigensizdir. Mütləq şəkildə oksigenli turşudan əmələ gəlməlidirlər. Burada da doğru cavab olacaq. Deməli 1, 4, D variantı. 9-cu sual 40 dərəcədə həll olma əmsalı 40 dərəcədə həll olma əmsalı 1000 qram bölünsün litr
olan 300 qram 40 faizli 300 qram 40 faizli X suzu məhlulundan neçə qram su buxarlandırmaq lazımdır ki, həmin temperaturda doymuş məhlul alınsın? İlk öncə 300-ün 40%-ni tapaq. Biz 300-ün 40%-ni tapdığımız zaman bizim 300 qram məhlulun 120 qramı duzdur. Yerdə qalan 180 qramı sudur. 180 qram suyumuz var. 120 qram da deməli duzumuz var. Deyir ki, həllına əmsalı 1000 qram bölünsün litr olan X suzu məhlulda neçə qram su buxarlandırmaq lazımdır ki, həmin temperaturda doymuş məhlul alınsın. Həllına əmsalının 1000 qram bölünsün litr olması o deməkdir ki, 1000 qram suda 1000 qram duz əldə olur. Onda 1200 yox, 120 qram duzun həll olması üçün də bizə eyni miqdarda, yəni 120 qram su lazımdır. Bizə 120 qram su lazımdır, amma bizdə faktorda 180 qram su var. Onda biz gərək deməli 60 qram buxarlandıraq ki, bizdə həmin temperaturda, yəni 40 dərəcədə doymuş məhlul alınsın. Doğru cavab 60. Hansı maddələr doğru adlandırılmışdır deyilir. Deməli, dəmir 2 hidroksonitrat doğrudur. Kalsium 2 hidrosulfat yanlışdır. Çünki kalsium sabit valentliyi göstərməyə lazım deyil. Kalium hidroortofosfat bu da doğrudur. Dəmir 3 hidrokso yox, dihidrokso olmalıdır. Çünki 2 dənə OH qrupu var. Bu da yanlışdır. Doğru cavab 1, 3 A variantı. 11-ci sual hansı ifadələr doğrudur deyilir. Nitrat turşusu turşsuz əmələ gətirmir. Doğrudur, çünki bir əsaslı turşudur və bir əsaslı turşular turşsuz əmələ gətirmirlər. Mis xlorid turşusu ilə reaksiyaya daxil olmur, bu daxil olur deyilir. 5 mol nitrat turşusu ilə 3 mol kalium OH qarşılıqlı təsirindən normal duz alınır. Mol sayından asılı olmayaraq burada həmişə normal duz alınacaq. Çünki bir əsaslı turşudur, bir turşulu əsaslı. Bunlardan turş və yaxud da əsaslı duz alına bilməz, normal duz alınacaq təbii ki. 3 doğrudur. Reaksiyasında xlorid turşusu ola bilməz. Çünki xlorid turşusu sulfat turşusundan qüvvətli deyil ki, onu duzundan çıxışdırıb çıxarsın. Ona görə doğru cavab burada olacaq. 1-3 deməli D variantı. 12-ci sual 20% natrium hidroksid məhluluna 100 qram natrium OH deməli 20% natrium OH məhluluna 100 qram deməli 100 qram natrium OH əlavə edildikdə 36% məhlul alınır. Alınan məhlulun kütləsi tələb olunur bizdən. Yenə də bayaqçı düsturuna yazırıq. M1 omega 1 plus M2 omega 2 bərabərdir M1 plus M2 vurulsun omega son. Burada M1 omega 1 biz bilmirik, yəni M1 nə qədərdir. Ona görə M götürürəm onda. Omeganı bilirəm ki 20-dir. Üzərinə əgər 100 qram natrium OH gəlirəmsə, onda 100 qram 100%-li, yəni bunu da 100-ə vururam. Bu birbaşa 10.000 edir. Bərabərdir. Məhlulun əvvəlki kütləsini bilmirəm. Amma üzərinə 100 qram gəlmişəm. Sonda da 36%-li məhlul almışam. Onda tənasübü, daha doğrusu misalı buradan davam etsək, 20M plus 10.000 bərabərdir 36M plus 3600. Hesablama aparsaq buradan 16M bərabərdir 16'dır bu, 16M bərabərdir 6400. M də bərabərdir 400 olmuş olacaq. Bu bizim ilkin məhlulun kütləsidir. Təbii ki, M tapdığımız ilkin məhluldur. Biz daha sonra bunun üzərinə deməli 100 qram da natrium OH əlavə ediriksə, bu zaman burada 500 qramlıq bir məhlul alınmalıdır. Doğru cavab 500 olmuş olacaq. Burada alınan məhlulun kütləsi 500 verilməyib. Yəni maraqlıdır. Bilmirəm, bəlkə mən səhv hesablayıram, amma
Yəni proses bu cür davam edir. Əgər ilkin məhlul desəydi, o zaman doğru cavab 400 olacaqdı. Amma bizə alınan məhlul deyirsə, bizim ilkin məhlulumuz 400-dür, onun üzərində 100 qram da natrium OH gəldiyinə görə artıq burada avtomatik olaraq cavab 500 olmalı idi. Məhlulun kütləsini istəyirəm də. Doğru cavab məncə 500-dür orada. 13-cü sual hansı duzun suda məhlulunun elektrolizində duzun kütləsi dəyişmir? Yəni duzun kütləsi dəyişmirsə, onda duz hidroliz, daha doğrusu elektroliz eləmir. Ə, Məhlulda olan su elektroliz edəcək. O da qüvvətli əsas qüvvətli turşudan əmələ gələn duzlardır və oksigenli turşudan əmələ gələn duzlardır. Mis sulfat olmayacaq, natrium xlorid, gümüş xlorid və kalium sulfid olmayacaq. Amma kalium nitrat doğru cavab olacaq. Deməli 13-cə cavab B variantı. 14. Mis 2 sulfatın suda məhlulu üçün hansı ifadələr doğrudur? Mis 2 sulfatdan söhbət gedir. Mis SO4. Elektrik cəryanını keçirir. Suda həll olunan duzluğu keçirəcək. Qələmi məhlulu yaratmır. Turş mühit yaradır. Çünki sulfat turşusu qüvvətlidir, amma zəifdir. Mis hidroksid zəif idi. Yəni turş mühit yaradacaq. Kationların sayı anionların sayından böyük deyil. Əksinə hər ikisi bir-birinə bərabərdir. Eyni sayda kation və anion əmələ gətirəcək. Cavab burada 1-3 B variantı. 15-ci sual. Deməli, metal hidroksid nisbi molekul kütləsi bizdə 78-dir. Metal oksidinin kütləsini tapmaq tələb olunur. Metal OH üçün kütləsi bizdə deməli 78 verilibsə, metalın kütləsini bilmirəm, amma OH-ın kütləsini bilirəm ki, 17-dir. 17-ni də 3-ə vuranda 51 edir. Yəni bu 78-in 51-i OH-dırsa, yerdə qalan 27-si metalın özünündür. Metalın nisbi atom kütləsidir, yəni. Metalın nisbi atom kütləsinin 27 olduğunu tapandan sonra metal oksidini istəyir bizdən. Metal oksidini yazırıq. Metal oksid. Buradan bilirik ki, metal 3 valentlidir. Çünki OH qrupu 1 valentlidir və indeksində 3 var. Valentliyə görə formulun tapılmasıdır. Metal 3 valentlidirsə, 3 valentli metalın oksidinin formulu metal 2O3 şəklindədir. Çünki oksigen 2 valentlidir. Çünki oksigen 2 valentlidir. Bunu da hesablasaq əgər 27-ni 2-yə vuracaq 54. Çünki metalın indeksində 2 var. Oksigenin 3 atomunun kütləsi 48. Buradan da doğru cavab olacaq 102. 16-cı sual hansı maddələr cütünü suda qarışdırdıqda eyni maddənin məhlulu alınmır deyilir. Birinci maddələr cütünü, yəni suda qarışdırsaq, N2O5 ilə nitrat turşusunu suda qarışdırsaq, N2O5 su ilə qarşılıqlı təsirdə olub nitrat turşusunu əmələ gətirəcək. Yəni məhlul bütövlükdə nitrat turşusu olacaq. Amma deyir ki, eyni maddənin məhlulu alınmır. Burada eyni maddənin məhlulu alınır, hamısı nitrat turşusu olacaq. 2 də həmçinin natrium oksidi su ilə qarışdırsaq natrium OH alınacaq ki, bu da yenə eyni maddənin məhluludur. Kalium hidrid də həmçinin kalium hidridin su ilə reaksiyasından, eyni zamanda kalium oksidin su ilə reaksiyasından kalium hidroksid əmələ gələcək. NO-nun su ilə reaksiyasından NO ümumiyyətlə düz əmələ gətirməyən oksid olduğu üçün su ilə reaksiyaya daxil olmayacaq. Doğru cavab D variantı. Hansı reaksiyalardan alınan normal reaksiyalardan alınan normal duzların hansıları suda yaxşı həll olur? Deməli, burada alınır gümüş klorid. Gümüş klorid çöküntüdür, həll olmayacaq. Mis sulfat suda həll olacaq. Yəni Y həll olur. Barium nitrat suda həll olur. Kalsium ortofosfat suda həll olmur. Burada da həll olanları istəyir. Doğru cavab Y-lə Z olmuş olacaq. Y-lə Z deyirsə, doğru cavab B variantı 17-də. 18-ə baxırıq. Deməli, bizdə Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin deyilir. Baxaq, aniona görə hidroliz, kationa görə hidroliz. Aniona görə hidroliz deyəndə, yəni turşu qalığı olan hissə zəif olmalıdır. Məsəl üçün, 1-də natrium sulfiddə zəifdir, eyni zamanda natrium ortofosfatda da həmçinin zəifdir. Kationa görə hidroliz deyirsə, kationa görə hidroliz olacaqsa, onda metal isə zəif, turşu qalığı olan hissə qüvvətli olmalıdır. Məsələn, 3-də sink xloriddə sink zəif, xlorid turşusu yəni qüvvətlidir.
Amonyum karbonatda isə hər ikisi zəifdir. Yəni həm kationa, həm də aniona görə hidroliz eləyəcək. 1, 1, 4-dür, 2, 3-dür, 3 də 2-dir. Cavab B variantı 18-də. 19-cu sual. Deməli, X qram 40%-lik kalium OH məhlulunun ortofosfatla qarışdırılır, normal duz alınır. X-i hesablayın deyilir. Kalium OH-ın ortofosfat turşusu ilə reaksiyasından normal duz almaq istəyirik. Kalium OH bir turşulu əsaslı, ortofosfat turşusu 3 əsaslı turşudur. Və buna görə də reaksiya 3-ün 1-ə nisbətində gedəcək. 3-ün 1-ə nisbətində gedəcək. Yəni 3 mol kalium OH 1 mol ortofosfat turşusuna reaksiyaya daxil olub 1 mol kalium ortofosfatı və 3 mol suyu əmələ gətirəcək. Deməli, x qram 40% kalium OH məhlulu var. Bir bunun altına qat çəkirəm. Bir də 200 qram 49% H3PO4 var. Və maddələr tam sərf olunur. Normal duz alınır. X hesablayın. Yəni kalium OH məhlulunun kütləsini. Gəlin H3PO4-dən başlayaq. 200 qram 49% deyirsə, 200-ün 49%-ni tapsaq, burada 98 qram alınacaq. 98 qram bizim H3PO4-ümüzdür. Yəni 1 mol bizdə H3PO4 varsa və maddələr tam sərf olunursa və normal duz alınırsa, onda kalium OH da 3 mol olmalıdır ki, reaksiya, yəni şərt tam ödənsin. Məsələnin şərti tam ödənsin. 3 mol bizdə kalium OH var. 3 mol kalium OH-ın kütləsi 56-nı 3-ə vurduğumuz zaman 168 eləməlidir. 168 qram. 168 qram kalium OH var. Və 168 qram əgər 40%-dirsə, çünki məhlulun 40%-i kalium OH-dır. 168 qram kalium OH-dır, yəni 40% isə, onda 100%, yəni məhlulun kütləsi x qram tapırıq indi. Nəyə bərabərdir? X-ə. X bərabərdir buradan 420 alınmış olacaq. Doğru cavab D variantı. 20-ci sualda deməli X-in dəmir sulfat məhlulu ilə reaksiyasından dəmir alınır. Təbii ki, burada dəmirdən aktiv metalları götürməliyik, amma ümumiyyətlə aktiv metalları olmaz götürmək. Çünki biz natrium götürsək, natrium dəmir sulfatla yox, birbaşa məhuldakı su ilə reaksiyaya girəcək və nəticədə natrium hidroksid alınacaq, reaksiya başqa istiqamətə gedəcək. Ona görə natriumu götürə bilmərik. Eyni zamanda pasiv metalları da götürə bilmərik və deməli dəmirdən pasiv olan qurğuşun da olmayacaq. Yalnız dəmirdən aktiv olan, orta aktiv metal olan sink götürülə bilər. Doğru cavab D variantı. 21-ci sual. Eyni mol miqdarında götürülmüş hansı duzların tam dissosiasiyasından eyni sayda ion alınır? Kalium nitratdan 2 mol ion alınacaq, çünki 1 kalium, 1 də nitrat ionudur. Natrium ortofosfatdan 4 mol ion alınacaq. Amonyum sulfatdan 3 mol ion alınacaq. 2 amonyum, 1 sulfat. Dəmir xloriddən də həmçinin 1 dəmir, 2 xlorid, yəni 3 ion alınmış olacaq. Eyni sayda deyirsə, onda cavab olacaq 3, 4, C variantı. 22-ci sual oksidlər verildi bizə. Nitrat turşusu X, nitrat turşusu və natrium OH ilə reaksiyaya daxil olur, amma Y bunların heç biri ilə reaksiyaya daxil olmur. Variantlara baxaq. Burada nitrat turşusu ilə reaksiyaya daxil olursa CO2 ola bilməz. Çünki turşu oksidi turşu ilə reaksiyaya daxil olmur. Eyni zamanda natrium oksidi ola bilməz. Çünki əsası oksid əsasla reaksiyaya daxil olmur. Barium oksidi ola bilməz. Gələk burada Y-ə baxırıq. İndi Y isə deyir ki, bunların heç biri ilə reaksiyaya daxil olmur. Amma P2 bizə qaldı C və Y variantları. SO3 natrium OH ilə reaksiyaya daxil olur. Amma N2O5 bunların heç biri ilə reaksiyaya daxil olmur. Doğru cavab C variantı olmuş olacaq. 23-cü sual. Deməli, X qram sulfat turşusu və bizə müəyyən bir miqdarda digər maddə verilib. XOH verilib. Biz bilmirik onun kütləsini. Bizə daha doğrusu nəyi tələb edir? Reaksiyanın alınan turş duz. Reaksiyanı yazaq. H2SO4 üzərinə gələk. XOH2 XOH2 alınacaq. Turş duzu alınırsa əgər, onda buradan XHSO4
2 alına bilər və 1 mol da su. Burada 1 mol suyumuz var. Deməli, XHSO4 duzu var, XOH2 var və H2SO4 var. Turş duzu alınır. Turş duzu alındığını hardan bildim? Ümumiyyətlə, turş duzun formulunu hardan bildim soruşursunuzsa əgər. XOH2 2 turşulu əsasdır və 2 turşulu əsasın turş duzunun əmələ gəlməsi üçün sulfat turşusunun turş duzu HSO4 şəklində olur. Turşu qalğı HSO4-dür və burada X də 2 valentlidirsə, X HSO4 2 şəklində yazılmalıdır. Çünki HSO4 bir valentli götürülür. Yükü mənfi 1-dir. İndi alınan duzun kütləsini tələb edir bizdən. 49 qram sulfat turşusu ilə nə qədər OH2 daxil olacaq, onu tapmalıyıq. Amma bilirəm ki, 98 qramı ilə burada harasa 2 yazmalıydım. Buraya 2 yazılmalıydı, yadıma düşdü. 2 mol da su alınır burada. 98 qram yox, daha doğrusu deməli 98 qram yox. Deməli buraya 2 yazsaq, burada 2 yazsaq 196. 196 qramdan 58 qram əgər XOH2 reaksiya daxil olursa, onda 49 qram sulfat turşusu ilə neçə qram XOH2 reaksiya daxil olar? X bərabərdir 14,5 qram. X-in 14,5 qram olduğunu tapandan sonra deməli buraya yazıram 14,5. Bizdən X HSO4 duzunun kütləsini tələb edir. Artıq bizim növbəti X-imiz budur. Onu tapmalıyıq. Biz bilirik ki, reaksiya daxil olan maddələrin kütlələri reaksiyadan alınan maddələrin kütlələri cəminə bərabər olmalıdır. Yəni, bizim reaksiyaya daxil olan 49 qram sulfat turşusu və 14 qram XOH2-nin 14,5 qram XOH2-nin kütləsi reaksiyadan alınan məhsulların kütlərinə bərabər olmalıdır. Reaksiyaya cəmi 63,5 qram maddə daxil olub. Alınanda bizdə x qram HSO4 alınıb. 136 qram 36 qram yox, daha doğrusu 58 qram XOH2 bunu da tapaq. Suyun miqdarını tapmamışıq ayrıca. 58 qram XOH2 reaksiyaya daxil olanda 36 qram su alınırsa, 14,5-dən də onda 9 qram su alınacaq. Yəni 9 qram da burada su alınmış olur. Onda x-in qiyməti bərabər olacaq 54,5-ə. Verilən kütlələrə uyğun bütün maddələrin kütləsini tapandan sonra, tənasüblərini qrup hesablayandan sonra sadəcə burada kütlələri bərabərləşdirmək lazımdır. Reaksiyaya daxil olan maddələrin kütlələri cəmi, reaksiyadan alınan maddələrin kütlələri cəminə bərabərdir. Burada doğru cavab 23-də doğru cavab 54,5 alınmış olacaq. Deməli, 24-cü sual mis-2 sulfatın suda məhlulun elektrolizi zamanı katodda 1 mol maddə alınıbsa, katodda 1 mol maddə alınıbsa, anodda ayrılan qazın həcmini hesablayın deyilir. Mis-2 sulfatın elektrolizini yazaq. Mis-2 sulfat plus su əmələ gətirəcək. Pasiv metaldır, katodda hidrogen alınır. Oksigenli turşuda anodda oksigen alınır. Daha doğrusu pasiv metalda hidrogen alınmır. Metalın özü alınırdı. Sonra səhv oldu bu. Burada oksigen alınacaq. Bir də sulfat turşusu axırda məhlulda alınmış olacaq. Əmsallaşdırsaq, bura 2, 2, 2 və 2, 10 oksigen, 10 oksigen, 2 kükürt, 2 mis, 4 hidrogen düzdür. Deməli, elektroliz zamanı katodda 1 mol maddə alınır. Katodda alınan misdir bizdə. 1 mol maddə alınanda anodda nə qədər qaz ayrılar bilmirik. Amma 2 mol katodda maddə alınanda bilirəm ki, anodda 22,4 litr oksigen alınır. Onda x-in qiyməti də buradan bərabər olacaq 11,2 litrə. Doğru cavab 11,2. 25-ci sual, deməli, X maddəsi burada bizdə alüminium OH3-dür. Yəni alüminium hidroksid. Üçturşulu əsaslı doğrudur. Deməli, suda yaxşı həll olmur.
Amfoter hidroksid bu da doğrudur. Qızdırıldıqda da parçalanır alüminium oksidə və suya. 1, 3, 4, 25-də doğru cavab olacaq. 26-cı sual. Deməli, bizə nə deyir? 1 mol misin kütləsi ilə x mol XO2-nin kütlələri cəmi 200 qramdır. 1 mol mis oksidin kütləsi 80 qramdırsa, onda burada yerdə qalan kütlə 120 qram olmuş olacaq. Əgər XO2-nin 2 molunun kütləsi 120-dirsə, onda 1 molunun kütləsi bizdə 60 qram olmuş olacaq. Və bu 60 qramın 32 qramı əgər oksigendirsə, yerdə qalan 28 qram olmalıdır. 28 qramı da X maddəsi olmuş, X elementi olmuş olacaq. Ondan nisbi atom kütləsini istəyir bizdən. Doğru cavab 28. 27-ci suala baxırıq. 27-ci sualda bizə reaksiyadan alınan duzların tipini müəyyənləşdirmək tələb olunur. 2 mol xlorid turşusu 1 mol dəmir 3 hidroksidlə reaksiyaya daxil olduğu zaman əsası duz alınacaq. Çünki əsas OH-ların sayı daha çoxdur. B variantında 2 mol natrium hidroksid 1 mol sulfat turşusu ilə reaksiyaya daxil olursa, buradan normal duz alınacaq. Çünki OH-larla hidrogenlərin sayı bərabərdir bir-birinə. Bu da doğru B. Daha sonra C variantında 1 mol kalsium hidroksid və 2 mol ortofosfat turşusu reaksiyaya daxil olanda təbii ki, turşsuz alınacaq. Çünki o hidrogenlərin sayı daha çoxdur. 6 hidrogen 2 OH ilə birləşirsə, dihidroortofosfat alınmalıdır, səhv eləmirəmsə. Burada 1 mol kalium OH, 1 mol H2SO4 ilə reaksiyaya daxil olursa, yenə turşsuz alınmış olacaq. Və 1 mol mis-2 hidroksid, 1 mol 2 mol xlorid turşusuna reaksiyaya daxil olursa, buradan da normal duz alınacaq. Çünki OH-larla hidrogenlər bərabərdir. 1CD, 2BY, 3A şəklində olmuş olacaq doğru cavabımız. 28-ci sualda natrium, dəmir 3 sulfat duzunun formulunu yazmaq tələb olunur. Yazaq natrium, dəmir 3 sulfat deyəndə natrium və dəmir SO4 2 şəklində olmuş olacaq. Natrium, dəmir, SO4 2 şəklində olmuş olacaq. Natrium, dəmir 3 sulfat duzu. Bu duzun da adı olacaq magnezium hidrokso sulfat. Magnezium hidrokso sulfat duzu. 29-cu sual. Natrium sulfatla barium xlorid məhlulları arasında gedən reaksiyanın deməli, həm qısa ion tənliyini, həm tam ion tənliyini, həm molekulyar tənliyini, ion mübadilə reaksiyalarında nə qədər reaksiya varsa hamısını bizdən tələb edir. Yazaq o zaman. Deməli, birinci yazırıq təbii ki, molekulyar tənliyi biri natrium sulfat üzərinə gəlirik. Barium xlorid. Buradan alınacaq barium sulfat çöküntüsü plus natrium xlorid. Duzla duzun reaksiyaya getməsi üçün şərt o idi ki, hər ikisi suda həll olmalıdır. Alınan duzlardan biri çöküntü olmalıdır. Yəni, ən az biri çöküntü olmalıdır. Yəni, fərqi yoxdur. 2 dənə də ola bilər, 3 dənə də ola bilər. Bu oldu molekulyar tənliyi. İndi yazırıq tam ion tənliyini. Tam ion tənliyini yazmaq üçün molekulyar tənlikdə verilən maddələrin, suda həll olan maddələrin deməli, bura bir dənə 2 yazacaqdıq. İon formalarını yazırıq. SO4 2 mənfi olmuş olacaq. Plus barium xloridi ion şəklində yazsaq. Barium 2 müsbət plus 2 dənə xlor mənfimiz var. Buradan alınır barium sulfat. Bir də tam ion tənliyində biz çöküntülərin, suyun, qaz halında maddələrin formulunu ion şəklində yazmırıq. Natrium 2 buradadır. Burada da 2 dənə xlor mənfimiz var. Bu oldu tam ion tənliyi. Ən sonuncu, üçüncü qısa ion tənliyində isə tam ion tənliyində olanların solda və sağda olanların ixtisarı gedəcək. Onda solda və sağda hər ikisində natrium var, solda və sağda hər ikisində xlor olduğu üçün ixtisar olunacaq. Qısa ion tənliyində daha doğrusu qalacaq SO4 2 mənfi, barium 2 müsbət və ən sonda da barium SO4 alınmış olacaq. Axırda səhv oldu. Barium SO4 çöküntüsü alınmış olacaq. Yəni, doğru cavab bu şəkildədir. 30-cu sual. Sink lövhəni
30-cu sualda deyilir ki, deməli, sink lövhənin dəmir sulfat məhluluna saldıqda onun kütləsi 4,5 qram azalmışdır. Reaksiyanın tənliyini yazın. Sink sulfat, yox, sink lövhənin daha doğrusu deyir. Sink lövhənin dəmir sulfat, buradan alacaq sink sulfat plus berium. Burada sinkin kütləsi 65-dir, dəmirin kütləsi 56-dır. Burada 9 qram azalma baş verir. Reaksiyaya sərf olunan reaksiya tənliyini yazandan sonra yazdıq. İkincisi deyir ki, reaksiya sərf olunan sinkin kütləsini tapın. Əgər 9 qram azalma baş verəndə 65 qram sink sərf olunursa, onda 4,5 qram azalma baş verəndə də x qram sink sərf olunacaq. Buradan da x bərabər olacaq 32,5 qrama. Doğru cavab 32,5 olmuş olacaq. Belə, sualların cavabı bu qədər. Ümid edirəm hər birinizə faydalı oldu. Qalanı qalan məqamlarla bağlı mənimlə əlaqə saxlaya bilərsiniz. Hər birinizə uğurlar.